Salam dəyərli şagirdlər, bu gün biz 8-ci sinif kimya dərsliyində 1.5 elementlərin xassələrinin dövrlülüyü mövzusundakı sualların izahına birgə baxacağıq. Əvvəlcə öyrəndilərinizi tətbiq edinə baxaq. Natrium, kalium və fosfor elementlərinin atom radiusunu müqayisə edin, cavabınızı əsaslandırın. Nə üçün natrium və kalium metal, fosfor isə qeyri-metaldır? Uşaqlar, əvvəlcə biz dövrü cədvələ baxsaq, dövrü cədvəldən də gördüyümüz kimi natrium və kalium eyni qrupda yerləşirlər. Natriumla fosfor isə neyini uşaqlar? Eyni dövrdə yerləşirlər. Biz də dərsdə öyrəndik ki, qrup üzrə yuxarıdan aşağıya doğru getdikcə atom radiusu artırdı. Bunun səbəbi nə idi? Səbəbi o idi ki, yuxarıdan aşağıya doğru getdikcə energetik təbəqələrin sayı artırdı. Yəni energetik təbəqələrin sayı neyinir? Getdikcə artmağa başlayır. Energetik təbəqələrin sayı artdığına görə elektronlar nüvədən daha da uzaqda yerləşməyə başlayırlar. Buna görə də neyinəyəcək? Atom radiusu da getdikcə böyüyəcək. Dövr üzrə soldan sağa doğru getdikcə isə uşaqlar atom radiusu azalırdı. Niyə azalır? Çünki baxın, görürük ki, dövr üzrə soldan sağa nüvə yükü getdikcə neyiniyib? Artmağa başlayıbdır. Nüvə yükü, yəni sıra nömrəsi getdikcə artır. Nüvə yükü artdığına görə elektronlar daha çox neyinəyəcək? Nüvəyə doğru çəkiləcək. Yəni tutaq ki, elektronlar, baxın, belə bir şey olsa, burada biz neyinəyəcəyik? Daha çox elektron yazacağıq. Yəni elektronlar neyinəyəcək? Daha çox nüvəyə doğru cəzb olunacaq. Daha çox nüvəyə doğru çəkildiyinə görə elektronla nüvə arasındakı məsafə də azalacaq. Nəticədə də atomun ümumi ölçüsü, yəni radiusu kiçiləcək. İndi bizdən atom radiusunu müqayisə etməmizi istəyir. Biz dedik ki, qrup üzrə yuxarıdan aşağıya doğru getdikcə atom radiusu artır. Dövr üzrə də soldan sağa doğru getdikcə atom radiusu azalacaq. İndi biz bunu müqayisə etsək, görərik ki, kaliumun atom radiusu natriumdan böyük olacaq, natriumun da atom radiusu fosfordan neyinəyəcək? Böyük olacaq. Daha sonra deyir ki, nə üçün natrium və kalium metaldır, fosfor isə qeyri-metaldır. Uşaqlar, qrup üzrə yuxarıdan aşağıya doğru getdikcə nə dedik? Dedik ki, energetik təbəqələrin sayı artmağa başlayır. Energetik təbəqə sayı artır. Elektronlar da təbəqə sayı artdıqca neyinəyəcək? Nüvədən daha da uzaqda. Baxın, əvvəl burada yerləşdirib, tutaq sonra neyinəyəcək? Nüvədən uzaqda yerləşməyə başlayacaqlar. Elektronlar nüvədən uzaqda yerləşdiklərinə görə elektron vermək qabiliyyəti asan olacaq. Elektron verə bildiyinə görə nə sayılacaqdı uşaqlar? Bu, metal sayılacaqdı. Soldan sağa doğru getdikcə isə nüvə yükü artdığına görə, yəni elektronlar daha çox nüvəyə doğru çəkildiyinə görə elektronla nüvə arasındakı məsafə neyinəyəcək? Kiçiləcək. Buna görə də elektron almaq qabiliyyəti daha asanlaşacaq. Daha asan olduğuna görə də biz onları qeyri-metal hesab eləyəcəyik. Buna görə də natriumdan kalium oldu metal, fosfor isə oldu qeyri-metal. Yəni elektron almaq, elektron vermək qabiliyyətinə görə biz onları metal və qeyri-metal olaraq qruplaşdırırıq. Daha sonra öyrəndilərinizi yoxlayına baxaq. 1-2 istiqamətlər üzrə xassələrin dəyişməsini müəyyən edin, fikrinizi əsaslandırın. Eyni ilə metallıq xassəsini, atom radiusunu və qeyri-metallıq xassəsini istəyir bizə. Yazsaq, 1 yazan, bir də 2-ni yazıram bura. Biz dedik ki, qrup üzrə yuxarıdan aşağıya doğru getdikcə atom radiusu artır və metallıq xassəsi də neyinəyəcək? Artacaq. Deməli, 2-yə biz metallıq xassəsini artan yazıram və atom radiusu da neyinəyəcək? Artacaq. Metallıq xassəsi və atom radiusu artdığına görə qrup üzrə yuxarıdan aşağıya doğru getdikcə qeyri-metallıq xassəsi neyinəyəcək uşaqlar? Azalacaq. Dövr üzrə isə bu artıq tərsinədir. Dövr üzrə dedik ki, yəni soldan sağa doğru getdikcə neyinəyəcək? Atom radiusu azalacaq. Həmçinin metallıq xassəsi də neyinəyir? Azalır. Biz bura yazdıq. Atom radiusu ilə metallıq xassəsi azalır. Soldan sağa doğru getdikcə isə neyinəyəcək? Qeyri-metallıq xassəsi artacaq. Bu da oldu bizim sualımızın izahı. Eyni ilə öyrəndilərinizi tətbiq edin oxşuyur uşaqlar. Yəni oradakı izah buradakı kimidir. Metallıq xassəsi, atom radiusu və qeyri-metallıq xassəsi. İkinci suala baxaq. Qısa elektron formulu verilmiş elementlərin atom radiusunu müqayisə edin, fikrinizi əsaslandırın. Gəlin yazaq buradakıları. Bizə birinci üçün yazıb ki, 2s2, 2p3. Biz nə deyirdik? Deyirdik ki, bu yuxarıdakı, bu 2 bizdə dövrü göstərirdi. Yuxarıdakı olan yer verilmiş elektronların cəmi isə bizə qrupu verirdi. Yəni bu nə olacaq? İkinci dövr
Neçənci qrup? 2 üzərinə gəlsin 3, 5-ci qrup. Daha sonra 2s2 2p5 veribdir. Yəni ikinci dövr. 2-nin də üzərinə 5-i gəlsəm, olacaq neçə? 7-ci qrup. Daha sonra ikinci üçün yazıram. Eyni ilə ikinci dövr. Üstündəki elektron ikinci qrup. Digəri isə üçüncü dövr. Nə olacaq uşaqlar? İkinci qrup olacaq. Təbii ki, bunların hamısı A yarım qrup elementlərdir. İndi bizdən atom radiuslarını müqayisə etməyimizi istəyir. Uşaqlar, ikinci dövr təbii ki, yəqin ki, hərəsini ayrı-ayrı istəyir də. Müqayisə edin və əsaslandırın. Bəli, əvvəlcə birinci üçün baxaq. Birinci üçün baxsaq görürük ki, ikinci dövr 5-ci qrupdur, ikinci dövr 7-ci qrupdur. Yəni, neyniyibdir uşaqlar? Baxın, bu elə bir ki, 5-ci qrupda yerləşibdir, bu da 7-ci qrupda yerləşibdir. Amma nədir? İkinci dövrdə yerləşirlər. İkinci dövrdə yerləşdiyinə görə, yəni dövr üzrə soldan sağa doğru getdikcə neynirdi? Atom radiusu azalırdı. Atom radiusu azalacaq. Daha sonra digərinə baxaq. Digəri ikinci dövr ikinci qrupda yerləşir, üçüncü dövr ikinci qrupda yerləşir. Baxaq. Elə bil ki, baxın, elə bil ki, bu ikinci dövrdür, bu üçüncü dövrdür. İkinci qrupda yerləşirlər. Bu da ikinci qrupdur. X tutaq ki, burada yerləşir. İkinci dövrdə yerləşir, Y də üçüncü dövrdə yerləşir. Hər ikisi də neyniyəcək? İkinci qrupda yerləşəcək. Atom radiusunu müqayisə eləsək, qrup üzrə yuxarıdan aşağıya doğru getdikcə atom radiusu neyniyəcəkdi uşaqlar? Artırdı. Deməli, Y-in atom radiusu X-in atom radiusundan böyük olacaq. Eyni ilə yuxarıdakını da istəyirsiniz X, Y-lə qeyd edeyim. Məsələn, bu X-dir, bu da Y-dir. Dövr üzrə soldan sağa doğru getdikcə atom radiusu azaldığına görə, deməli, X-in atom radiusu Y-in atom radiusundan neyniyəcək? Böyük olacaq. Bu qədər. Sadəcə atom radiuslarını qrup və dövr üzrə bizdən müqayisə etməyimizi istəyirdi. İzahımız bu qədərdir uşaqlar. Kanala dəstək olmaq üçün videonu bəyənib, rəy yazıb, abunə ola bilərsiniz. Daha çox videoların gəlməyini istəyirsinizsə, şərh bölməsində yaza bilərsiniz. Gələcək videoların izahında görüşənə qədər.